Azərbaycan bugün təkcə zəngin neft irsi ilə deyil, həm də qlobal enerji dialoqunun aparıcı mərkəzlərdən biri kimi tanınır. Bu sözləri Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən OPEC Plusun əməkdaşlıq xartiyası üzrə ilk iclasında çıxışı zamanı dedi. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ölkənin həm qlobal enerji sənayesinin tarixində, həm də müasir beynəlxalq enerji əməkdaşlığının inkişafındakı roluna verilən yüksək qiymətin göstəricisidir. Bakıda beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslər irəli sürülür. Qlobal enerji gündəliyinin strateji məsələləri müzakirə edilir və gələcək enerji siyasətini formalaşdıran mühüm qərarlar üçün platforma yaradılır. Azərbaycan enerji sahəsini təkcə iqtisadi inkişafın əsas dayaqlarından biri deyil, həm də etibarlı tərəfdaşlıq, qarşılıqlı etimad və ortaq məsuliyyətin simvolu kimi qiymətləndirir. Və bu prinsiplər əsasında qlobal enerji təhlükəsizliyinin, bazar sabitliyinin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməyə davam edir. Energetika naziri vurğuladı ki, Azərbaycanın enerji sahəsində strateji əhəmiyyəti hasilat həcmlərindən daha çox etibarlı təchizatçı və etibarlı tərəfdaş kimi mövqeyi ilə müəyyən edilir. Onun sözlərinə görə hazırda Azərbaycan nefti Avropa və Asiyanın 20-ədək ölkəsinə ixrac olunur. Kondensant da daxil olmaqla gündəlik neft hasilatı orta hesabla 553 min barel, ixrac isə 445 min barel təşkil edir. 1899-cu ildə Azərbaycan dünya neft hasilatı və emalında birinci yerdə qərar aşıb. Qlobal neft hasilatının təxminən yarısını təmin edib. Bugün qlobal hasilatda pay fərqli olsa da, ölkənin etibarlı enerji təchizatçısı kimi strateji əhəmiyyəti daha da artıb. Müasir dövrdə enerji sahəsində təsir gücü yalnız hasilat həcmləri ilə deyil, təhlükəsiz və şaxələndirilmiş nəqli marşrutları, etibarlı tərəfdaşlıq və fasiləsiz tədarük imkanları ilə ölçülür. Azərbaycanın OPEC Plus çərçivəsində fəaliyyəti də bu məqsədlərə xidmət edir. OPEC Plus yalnız hasilatın tənzimlənməsi mexanizmi deyil, həm də qlobal neft bazarında sabitliyin qorunmasına, istehsalçı və istehlakçı ölkələrin maraqları arasında balansın təmin olunmasına töhfə verən mühüm əməkdaşlıq platformasıdır. OPEC-in baş katibi Haysam Alqays çıxışı zamanı bildirdi ki, OPEC Plus çərçivəsində əməkdaşlıq xartiyasının ilk iclasının Bakıda keçirilməsi qlobal enerji əməkdaşlığında yeni mərhələnin başlanğıcıdır. OPEC ilə Azərbaycan arasında münasibətlər OPEC Plus çərçivəsində əməkdaşlıq bəyannaməsi əsasında uzun illər ərzində daha da möhkəmlənib. Bakı neft sənayesinin beşiyi olmaqla yanaşı, enerji tarixində bir çox ilkə imza atmış şəhərdir. Burada ilk dəniz neft quyuları qazılıb, ilk mexaniki üsulla qazılmış neft quyusu istifadəyə verilib və dünyada ilk neft tankeri istismara buraxılıb. 2026-cı ildə Bakı daha bir mühüm ilkə, OPEC Plus əməkdaşlıq xartiyasının ilk iclasına ev sahibliyi edir. Bu görüş neft istehsalçıları, istehlakçılar, investorlar və bütövlükdə qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır. OPEC-in baş katibi həmçinin vurğuladı ki, neft ixrac edən ölkələr təşkilatına üzv və qeyri-OPEC ölkələri əməkdaşlıq xartiyasının məqsədlərinin tam həyata keçirilməsi üçün fəaliyyət planının icrasına başlayıb.